Bu günləri Patreonlarla bağlı bir dənə məlumat verəcəm. Siz heç bilirdiniz ki, Patreonda elə bir yer var ki, oradan ayarlayırsan, Patreon suyu çox və ya az yığır. Çox adamın şikayəti var ya, ay üstə bizdə Patreon niyə su az yığır? Bu gün onu açıqlayacağam, amma onu sizə deməyəcəm. Qalacaq. Baxın, bu detal var ya, bu detalla bağlıdır. Onu sizə göstərməyəcəm, deməyəcəm. Siz əgər bu videoma kayd edib, like edib, yorum yazsaz ki, ən azından bu videom 1 milyon istəyirəm sizdən. Bunu sizə indiyənə qədər heç kim deməyib. Ölkədə heç kim də bilmir və heç kim də deməyəcək bu sözü sizə. 1 milyon baxış bu videoya gəlsə, onu sizə necə işlədiyini, necə olacaq ki, o suyu çox yığacaq göstərəcəm. O ilə də bütün Patreonların su az yığma problemi həll olunacaq. Bilirəm, bu videoya baxan çoxu deyir ki, bizdə də olur. Necə eləmək olar görərsən? Bəli, onun ayarı var. Onu mən sizə göstərə bilərəm, amma göstərməyəcəm. Çünki mən də sizdən ən azından videonun 1 milyon baxış gəlməyini istəyirəm. Patreon təmiri ilə də bağlı kimin nə sualı var? Təmirə ehtiyac olanlar da nömrə səhifədə var, müraciət edə bilərlər. Düzdür, mənim səhifəmi izləyənlər hamı, yəni ki, çoxdan izləyən insanlar da, onlar hamısı deyir ki, təmirlə bağlı. Mən sizi 5 ay qabaq izləyirdim. Patreonumda problem çıxdı, sizi çağırdım. Siz doğru ünvanlasınız əslində. Yəni ki, bizim servizdə mənim tərəfimdən olan bütün işlər zəmanətlə görülür, qarantiya verilir, orijinal hissələrlə təmir olur. Bəli, TikTokda çoxdur ustalar, çoxdur səhifələr. Məndən çox izləyicisi olan yoxdur, amma mənim kimi də iş, qarantiya, orijinal hissələrlə təmir edən bəlkə də yoxdur. Kim bununla bağlı məlumat istəyirsə, suyun az-çox yığmağı ilə bağlı. Yorum yerinə bir dənə ən azından öz fikrini, öz xoş sözünü yazsın. Məni tanıyanlar və ya tanımayanlar. Öz fikrini yazsın. Ayaq da nə problem var, o haqda yazsın. Hamı yoruma yazsın və kayd eləsin, like eləsin ki, kəşfə düşək. Təkrar repost edə bilərsiniz ki, ən azından bu video 1 milyon olsun sizə deyəcəm, söz verirəm. Amma olmasa siz bunu bilməyəcəksiniz. Çünki mənim sizə ehtiyacım olduğu kimi sizin də mənə ehtiyacınız var bu məsələdə. Çünki səhifəm spama gedib, ona əlaqəli mənə 1 milyon baxış lazımdır.